Məlumatda bildirilir ki, Qafqaz Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğv etmə prosesi və ləğv etmə komissiyasının yaradılması ilə bağlı Təhsil Nazirliyini məlumatlandırıb, qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb, Nazirliyin rəhbərliyinə təqdim edilməsi tapşırılıb. Tələbələrin ixtisasları, həmçinin tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin ediləcək. Tələbələrdən universitetdə fəaliyyət göstərən işçi qrupla əlaqə saxlanılması xahiş olunur deyə məlumatda bildirilir. Qafqaz Universiteti də məsələ ilə bağlı bəyanat yayıb. Bildirilib ki, universitetdə tədris fəaliyyətləri fasiləsiz davam etdirilir. Qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur. Tələbələrin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq.